Mən istəyərdim, bax, siz bir məsələyə aydınlıq gətirəsiniz, Fərid bəy. Bu barədə çox müraciət edirlər. Azərbaycanda kənd təsərrüfatının bax bu vəziyyətə gəlib düşməsinin səbəbi nədir? Siz bayaq İrandan danışdınız. İranda çox ciddi su problemi var, bilirsiniz. Amma buna baxmayaraq İran zəruri ərzaq məhsullarından özünü tam təmin eləyir demək olar ki və ixrac eləyir. Ərzaq təhlükəsizliyi hər bir ölkənin mövcudluğu üçün zəruri şərtlərdən biridir. Azərbaycanda nədir səbəb? Ərəstim müəllim, Niyə? burada da monopoliya var. İnanırsınız, burada da monopoliya var. Bəlkə hökumət və ya məmur dövlət şərait yaratsa, kənd təsərrüfatı öz soğanımızı, öz kartofumuzu, öz sezon məhsullarımızı, qarpızı istehsal edə bilmərik. Çünki ithal pul gətirir. Ölkəyə gətirib, daxil eləyib, vətəndaşın pensiyasını yığmaq daha sərfəlidir. Sən bu vətəndaşa torpaq üçün subsidiya verdin, şərait yaratdın, vətəndaş istehsal eləmədi. Arpa, buğda, digər sahələr. Özümüzü təmin edə bilmirik. Yayın ən qızmar vaxtı, məhsulun bol olan vaxtı xaricdən mal gəlir Azərbaycana. Söhbət yenə də burada inhisarçılıqdan, korrupsiyadan, xaricdən müqavilləri var, uzun müddətli, razılaşdırırlar, bilmirəm, baş nazir səviyyəsində, prezident səviyyəsində, ona hansı nazirlər kabineti, onu necəsə edirlər, ölkəyə lazım olan işlər görülmür, lazım olan tədbir həyata keçirilmir, müvafiq maliyyə ayrılmır kənd təsərrüfatının inkişafı üçün, kənardan ölkəyə mal daxil edirlər. Məqsəd nədir? Pul yığmaq. Yoxsa bəyəm suyumuz yoxdur, torpağımız yoxdur, bəyəm özümüz təmin edə biləcək gübrə zavodu tikmək mümkün deyil, inkişaf etdirmək mümkün deyil. Hamısı mümkündür. Burada yeganə istək yoxdur, Ərəstim bəy. İstək olsa kənd təsərrüfatımız öz yerini tutar yenə əvvəlki qaydada. İndi icazə verin, mən sizin bayaqki sualınıza cavab verim. Bu hara aparır? Bu faciəyə aparır. Azərbaycan dövləti artıq faciənin bir addımlığındadır. Və bu faciənin də səbəbi Azərbaycan hakimiyyəti deyilən, İlham Əliyevin komandası deyək, nə bilim, dəstəsi deyək, bilmirəm nəyi deyək, bunların dağıdıcı fəaliyyətidir. Və ən maraqlısı budur ki, Fərid bəy, ən təhlükəlisi mən deyərdim. Bunu dəfələrlə demişəm, artıq sistemin özü çöküb, idarəetmə sisteminin. Diqqət yetirdisə, bu günlərdə İlham Əliyevin bir maraqlı fərmanı oldu. Deməli, dövlət nümayəndələri, rəsmiləri bütün xarici görüşləri haqqında prezidentə ətraflı məlumat verməlidir. Maraqlıdır. Bu nə deməkdir? Doğrudanmı indiyəcən belə məlumat verilməyib və ya artıq elə bir vəziyyət yaranıbdır ki, İlham Əliyevin komanda üzvləri onu saymırlar. Gedib görüşlər keçirirlər, kimlə istəyirlər, nə istəyirlər, müzakirə edirlər və paralel də bizim Bakıdakı dostlarımız deyir ki, Rusiya 5-ci kolonu sürətlə aktivləşməyə başlayırdı. Nə baş verir? Mənim gördüyüm mənzərə budur ki, Azərbaycanda bayaq dediyim kimi sistem böhranı artıq özünün bir kulminasiya nöqtəsinə çatıbdır. Və ölkə rəhbərliyi adlanan şəxsləri də ilk növbədə İlham Əliyevə cavabdeh odur. Mən İlham Əliyevə hədəf almaq üçün demirəm bu sözləri. Ölkəyə cavabdeh bu adamdır. Tərtər cinayətini gizlətdi. Başqa cinayətləri törətdilər, gizlətdi. İndi uydurub bir terror təşkilatı yaratma maddələri daxil eləyiblər. Millətin iqtisadi vəziyyəti, sosial vəziyyəti günü-gündən ağırlaşır və belə gic-gic tədbirlər keçirir. Bir aləm pul xərcləyir ona və onu niyə xərcləyirlər? İndi onu yazacaqlar. Azərbaycanın beynəlxalq nüfuzu, nə bilim nə, belə ağıllarına gələni yazacaqlar da. Amma burada məqsəd o deyil. Məqsəd pul mənimsəməkdir. Bütün bu tədbirlərə xərclənən pullar haqqında hesabat yoxdur, Fərid bəy. Mən sizi inandırıram ki, o gətirilən qonaqlar deyilənləri də öz otellərinə yerləşdirirlər. O otellərin qiymətini də qaldırıb atalarının qiymətini təyin edirlər. Onların yemək pulunu, nəqliyyat pulunu, hər şeyini, hətta çıxışlara görə qanarlarını belə ödəyirlər və hamısında da, bütün bəndlərdə də pul silirlər. Başqa heç nə yoxdur. Bilirsiniz, bir neçə dəfə bu misalı demişəm. Sovet vaxtı biz bu axşam məktəbləri var idi də, təhsili olmayan adamlar gedib
axşam məktəbində dərs keçirdilər. Yəni, orta məktəb proqramı üzrə. O axşam məktəblərinin birində işləyən bir qonşumuz var idi. Rəhmətli Müseyib müəllim Şəmkirdə. Onun bir özü uzun müddətdir xalq dünyasında da, amma onun bir məşhur ifadəsi qalıbdır. O deyirdi ki, mənim sinifimi qurtaran şagirdlərim 3 hərf öyrənirlər. P, U, L. Belə görünür ki, İlham Əliyev və onun komandası Müseyib müəllimin şagirdləri olublar. Və yaxud onun kimi bir müəllimin. Zərrə qədər ölkəyə görə məsuliyyət yoxdur. Zərrə qədər hissiyat yoxdur ki, bu ölkədə 9 milyon, 8 milyon, lap olsun 7 milyon insan yaşayır. Bu insanlar yemək, içmək, dərman, geyim, uşağına məktəb ləvazimatı ehtiyacı olan insanlardır. Azərbaycan, mən sizə elə belə misal gətirmədim. Esvatini üzr istəyirəm. Bəli, bax, bu Əlahəzrət kralın hər bir təbəəsinin payına düşən ümumdaxili məhsulun həcmi Azərbaycanın ümumdaxili məhsulunun həcmindən hər vətəndaşının və yaxud İlham Əliyevin təbəəsinin payından 25% artıqdır. Əslində faizlə götürəndə 25 də eləmir, çox eləyir. Çünki bizdə 7500, dolarda 10.000-dir. O 10.000-dən 25% çıxanda bizim 7500 eləyir. Bizim 7500-ə görün neçə faiz əlavə eləmək lazımdır? 40% əlavə eləmək, 35% ən azı əlavə eləmək lazımdır ki, Esvatininin səviyyəsinə çatsın. Təsəvvür edirsiniz, nə dərəcədə məsuliyyətsiz, cinayətkar bir hakimiyyət mövcuddur Azərbaycanda. Və onların zərrə qədər də, onları narahat eləmir ki, bu əhali nə yeyir, nə içir, nə iş görür. Mən açığı bunu belə başa düşürəm. Hətta bu səviyyədə qabiliyyətsizlik belə mümkün deyil. Bunlar ya ölkəni boşaldırlar, kimlərinsə tapşırığından, ya əhalinin sayını azaltmaq məqsədi qoyublar qarşılarında, insanları ölkədən qovmaqla, sərhədləri bağlı saxlamaqla, aclığı, yoxsulluğu, ehtiyacı artırmaqla, mən belə görürəm. Və İlham Əliyev durmadan yalan danışır. Durmadan millətin gözünün içinə baxıb yalan danışır ki, 5% işsizlik var. Ay, nə 5%? Mən nə danışırsan, nə 5%? Azərbaycanda ən azı əmək qabiliyyətli əhalinin 40%-i işsizdir. Və belə yerdə ölkə təbii ki, öz ərzaq təhlükəsizliyini təmin eləyə bilməz. Ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ən vacib komponentlərindən biridir, Fərid bəy. Bu siyasətlə, bax, bu ailə, bu komanda, bu cinayətkar dəstə Azərbaycan xalqının mövcudluğunu belə şübhə altına və təhdid altına qoyur. Bax, mən belə görürəm bunu.